Uşaqlar, bugün sizə sahə vahidlərini göstərəcəyim. Burada gördüyünüz kimi sahə vahidlərinin düsturu var. Biz kiçikdən böyüyə keçirərkən yüzə bölürük, böyükdən kiçiyə keçirərkən yüzə vururuq. Burada 3 ədəd misal verilib. Biz bunları gəlin tapaq. 0,4 desimetr neçə millimetr kvadrata bərabərdir? Biz bunu tapmaq üçün birinci desimetrə baxmalıyıq. Burada gördüyünüz kimi desimetr buradadır. Birinci bunu 100'ə vururuq. 0,4'ü 100'ə vururuq. Sonra yenidən 100'ə vururuq. Bu zaman biz 4 sıfır yazmalıyıq. Yəni bunu belə keçiririk. Sonra bu vergülü bura gətirib qoyduğumuz boşluqları doldururuq. Və beləliklə cavab 4000 kvadrat millimetr. Burada başqa bir misal verilib. 0,2 r bərabərdir desimetr kvadrat. Bunu tapmaq üçün bunu ara baxırıq və arı 100'ə vururuq. Bir daha da vurduqda desimetrə çatmış oluruq. Yəni burada da 10.000'ə vurmuş sayılır. Bunu da 10.000'ə vurduqda 10.000'də 4 sıfır var. 1, 2, 3, 4. 20 desimetr kvadrat. Burada 200 kvadrat millimetr santimetr kvadrata çevirməliyik. Burada millimetrdən santimetrə çevirərkən 100'ə bölməliyik. Buna görə də 100'ə böldükdə 2 santimetr kvadrat alınır.